Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri Binəqədi rayonu Novxanı bağları ev 679 ünvanında fəaliyyət göstərən fiziki şəxs Niftəliyev Pərviz Şakiroğluna məxsus Dağlar Balıq İctimai Yaşam müəssisəsində yoxlama keçirib. Agentlikdən Bölgə TV-yə verilən məlumata görə, baxış zamanı obyektdə balıq və balıq məhsullarının baytarlıq sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarını istehlaka təqdim etdiyi aşkarlanıb. Eyni zamanda sanitar texniki və sanitar gigiyenik qaydalara əməl olunmur. Texnoloji ardıcılıq və mal qonşuluğu prinsipi pozulub. Bəzi qida məhsulları birbaşa döşəmənin üzərində saxlanılır. Soyuducularda rəflər korroziyaya uğrayıb. İşçilər ilkin və dövrü tibbi müayinədən keçirilmir. Müvafiq təmizlik işləri aparılmır və digər nöqsanlar müəyyən edilib. Balıq məhsullarından nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədi ilə laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib. Nöqsanlar aradan qaldırılana dək qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb. Rəna Rövşən qızı, Bölgə TV.